Recording in progress. Bismillah, elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'l mursalin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Rabbi yessir ولا تؤثر بتنبيل الخير رب زدني علما وفهما وإيمانا أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Demək, bugünkü dərsimiz inşallah sözün sonunda necə vəqf etməliyik odur. Əgər vəqf ediriksə, vəqf etdiyimiz sözün sonunu fəthə, dammə, kəsra hərəkələri varsa, hərəkələr oxunmayacaq. Son hərf sükunlu oxunacaq. Yu'minun belə deyirik. Bu əslində fətədir, onun üstündə fətədir. Amma vəqf edəndə yu'minun, nəstəin, məlikinnəs, kufuvən əhədə, min siccil. Burada hamısında elə olur. Dammə, kəsra, dammə, tənvin, kəsra, tənvin. Hamısında elə olur. Ancaq iki dənə sözümüz xaric. Burada fəthə tənvində elə olmur. Sükunlu etmirik fəthə tənvində. Fəthə tənvində necə edirik? Yusra belə deyirik. Burada da nümunə olaraq göstərə bilər ki, belə olur. Yəni söz belədir əslində. Amma vəqf edəndə belə olur. Bir də ki, təmərbutə. Təmərbutə sükunlu olanda mən təmərbutə hərfini keçəndə xatırladığım qədər onun sükunlu necə olur, onu da başa salmışdım. Yu'tuz zəkət belə gördüyünüz kimi burada da bildiriblər. Burada istəyir təmərbutə fəthəli olsun, kəsralı olsun, damməli olsun, fəthə tənvinli olsun, kəsrə tənvinli olsun. Heç bir fərqi yoxdur. Üstündə nə hərəkəsi olursa da yenə də sükunlu həyə çevrilir təmərbutə. Burada da nümunələrimiz var inşallah. Nümunələrimizi oxuyaq. Nəstəin, yu'minun, ya'ləmun, yusra, əbədə, təvvəbə, işəvətun, həmiyyətun, müməddə. Burada sonlar dedim. İşəvə, həmiyyə, müməddədə. Deməli, bugünkü dərsimiz bu qədər və axirə davənən elhamdülillahi rabbil ələmin.